Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz ümumiləşdirici tapşırıqlardır. Birinci tapşırıqda bizə deyir ki, deməli, verilmiş üçbucaqlarda, deməli, bu üçbucaqda, bir dənə bu üçbucağı bura çəkim. Deməli, bizə verilir ABC üçbucağı, həmin ABC üçbucağının içində bir dənə də ADS üçbucağı verilir. İndi adlandıraq A, B, C üçbucağı. Burada da bir dənə B nöqtəsi. İndi verilən məsələlərdə şərtləri şəklin üzərində qeyd edək. Deməli, deyir ki, ABD bucağı, bax, A, bu D'dir. ADB bucağı, bax, bu bucaqdır. ADB bucağı SDB bucağına bərabərdir. Bax, buna bərabərdir. Sonra AD SD'yə bərabərdir. AD SD'yə bərabərdir. Bizə deyir ki, BAC və BCA bucaqlarının bərabər olduğunu ispat edin. Deməli, burada yazırıq ki, ispat edin ki, bucaq BAC konkurentdir bucaq BCA-ya. İndi baxırıq nəyə? Deməli, əvvəlcə baxıram üçbucaq ADB və üçbucaq, deməli, ADB, bir də CDB-yə baxıram. CDB-yə. Bu üçbucaqda, deməli, bu iki dənə üçbucaqda. Birinci üçbucağın bucaq D-si, ikinci üçbucağın bucaq D-sinə bərabər olmağı şərtdə verir. Birinci üçbucağın AD, burada verdi AD tərəfi, ikinci üçbucağın DC tərəfinə konkurentdir və BD tərəfi hər ikisində ortaqdır. Deməli, birinci üçbucağın BD tərəfi ilə ikinci üçbucağın da BD tərəfi eynidir. İndi burada alırıq ki, bir tərəf ona bitişik iki bucaq. Deməli, bir bucaq ona bitişik iki tərəf. Deməli, bucaq, tərəf əlamətinə əsasən bu yuxarıda yazdığımız üçbucaq ADB konkurentdir üçbucaq CDB-yə. Əvvəl dedik, baxaq. Baxandan sonra dedik ki, bu, deməli, bucaq tərəf əlamətinə əsasən üçbucaqlar konkurentdir. Üçbucaqlar konkurentdirsə, deməli, onların uyğun tərəfləri və uyğun bucaqları da bərabər olasıdır. İndi buradan da alırıq ki, bu üçbucaqlar bir-birinə bərabərdirsə, bax, bucaq A bərabərdir bucaq C-yə. Sonra bucaq bizə də əslində elə BAC deyilsə bu bucaqlar lazımdır. A bucağının, yəni bu bərabər üçbucaq, bu üçbucaqla bu üçbucaq konkurentdir. Bu üçbucağın A bucağının bütöv adı bucaq BAD-dir. Bərabərdir. Bu bir üçbucaqda BCD bucağına. Deməli, bax, bu bucağın bu bucağa bərabər olduğunu tapdıq. Sonra baxıram üçbucaq, ikinci dəfə baxıram üçbucaq ADC-yə. Üçbucaq ADC-də AD tərəfi DC tərəfinə bərabər olduğuna görə bu üçbucaq bərabəryanlıdır. Bərabəryanlıdırsa, onda oturacağı bitişik bucaqlar bərabərdir. Yəni, bucaq A da bərabərdir bucaq C-yə. Deməli, burada bu üçbucaqdan gedir söhbət. Bax, bu bucaq neçə dərəcədirsə, bu bucaq da həmin dərəcəyə bərabərdir. İndi biz BAC, deməli, bu bir də burada yazmışam ki, bu buna bərabərdir. Yəni, A-nın yuxarı hissəsindəkilər bir-birinə bərabərdir. Aşağı hissəsindəkilər də bir-birinə bərabərdir. Bunların ikisini də alfa götürürəm, bərabər olduğuna görə. Bunların ikisini də beta götürürəm. Onda buradan alıram ki, bucaq BAC
bərabərdir alfa plus betdir ya. Bucaq B, C, A da bərabərdir alfa plus betdir. Deməli, buna görə də yazıram ki, bucaq B, A, C konkurentdir bucaq B, C, A-ya. Vəssalam, deməli, bu bucaqların da bir-birinə konkurent olduğunu isbat etmiş olduq. İndi çalışmaya baxaq 2-yə. Çalışma 2-də yenə eyni şəkildir. Eyni şəkildə deyir ki, AD bərabər konkurentdir CD-yə. Yenə bayaqki şərtdir. Burada da bizə deyir ki, BD-nin AC-yə perpendikulyar olduğunu isbat edin. BD-nin AC-yə, yəni bu BD-nin uzantısının AC-yə konkurent olduğunu isbat etmək lazımdır. İndi məsələ 2-yə baxaq. Bunu silin buradan. Bir dənə də eyni şəkli çəkək təzədən. Və məsələni yenidən işləməyə başlayaq. Deməli, bizə yenə verir bir dənə üçbucaq. Üçbucağın adlandırıram A, B, C və bir dənə də burada D var. D. İndi bizə deyir ki, yenə bayaqki şərtlər verilir əslində. Bunu bir dənə buradan çəkirəm və axıra qədər uzadıram. Deyir ki, ADB, ADB bucağı. Bax, bu bucaq. CDB-yə bərabərdir. CDB-yə bərabərdir. Bu buna bərabərdir. AD də, yəni bax bu CD-yə bərabərdir. Bunun da bərabər olduğunu verir bizə. Biz bayaqlarım, deməli, bayaqki məsələyə əsasən isbat elədik ki, bayaqki eyni qayda ilə gedir. Üçbucaq A, B, D konkurentdir. Üçbucaq, deməli, bax ABD-ni yazdımsa, buradan da CBD-ni yazıram. CBD-yə. Üçbucaqlar konkurent olduğuna görə o üçbucaqların uyğun tərəfləri bərabərdir. Bunun konkurentliyini bayaqlarım dedik ki, deməli tərəf, bucaq, tərəf əlamətinə əsasən bunlar konkurentdir. Konkurentdirsə uyğun bucaqlar və uyğun tərəflər bərabərdir. Yəni bucaq A, B, D, bucaq ABD konkurentdir. Bucaq, bax ABD, bax bu bucaq. Bu bucağa, yəni C, BD-yə konkurentdir. Konkurentdirsə, deməli BD deyək ki, tənböləndir. Tənböləndir. İndi baxıram, üçbucaqda, eyni üçbucaqda AB, BC-yə bərabərdir. AB, bu yəni konkurent olduğuna görə bərabərdir BC. AB, BC-yə bərabərdirsə, deməli bu üçbucaq bərabər yanlıdır. Yəni üçbucaq yazaq burada ABC bərabər yanlıdır. Bərabər yanlı üçbucaqda bilirik ki, təpədən çəkilmiş tənbölən, median və hündürlük üst-üstə düşür. Ona görə də deməli BD uzantısını deməkdə olar. Məsəl üçün BK BD ilə BK üst-üstə düşür. Üst-üstə düşür. Həm tənbölən, bərabər yanlı olduğuna görə yenə deyirəm. Həm tənbölən, həm hündürlükdür. Həm hündürlükdür. Hündürlük olduğuna görə isə, deməli BK perpendikulyardır nəyə? AC-yə. BK perpendikulyardır AC-yə. Burada da BK-nın AC-yə perpendikulyar olduğunu ispat etmiş olduq. Bu da oldu tapşırıq 2. İndi baxaq tapşırıq 3-ə. Tapşırıq 3-də yenə oturacağı AC olan bizə bucaq verir. Yazaq burada nömrə 3. Şəkil vermir. Oturacağı AC olan bir dənə üçbucaq çəkirəm.
Oturacağı AC idisə, aydındır ki, təpəsi B olasıdır. Bərabər yanlı üçbucaqda BD medianı çəkilmişdir. Deməli, buradan BD medianı çəkirəmsə, həmin median həm tən bölən, həm də hündürlükdür. Çünki bərabər yanlı üçbucaqda təpədən çəkilmiş median tən bölən və hündürlük üçü də bir-birinə bərabərdir və həm də üst-üstə düşür. Bucaq ADB, və bu bucaq. Yox, bucaq demir, biz üçbucaq deyir. ADB və ABC üçbucaqlarının perimetrləri. Bu üçbucaqların perimetrlərini verir. Bərabər yanlı olduğuna görə bunu götürürəm A, buranı da götürürəm A uzunluğunu. Bu da H-dır, hündürlükdür, həm mediandır, həm tən böləndir. Həm median olduğuna görə buranı M götürürəmsə, bu da M olur. Yəni D nöqtəsi AC parçasının orta nöqtəsidir. İndi deyir ki, üçbucaq ADB. Üçbucaq ADB-nin perimetrini yazıram. P bərabərdir. Bax, ADB-nin perimetri olasıdır A üstəgəl H üstəgəl M. Sonra üçbucaq ABC-nin perimetri isə olasıdır 2 dənə A üstəgəl 2 dənə M. Bu belə bizə verilənlər. İndi deyir ki, ADB-nin perimetri 42-dir. Yəni bu bərabərdir 42-yə. ABC-nin perimetri isə 56-dır. Bu da bərabərdir 56-ya. Sonra bizdən soruşur BD medianın uzunluğunu, yəni H-ı tapın deyir. İndi burada 2A üstəgəl 2M 56-dırsa, 2-ni buradan ortaq vuruq çıxardıram. A üstəgəl M bərabərdir 56-ya qalır. Buradan da A üstəgəl M də bərabərdir 56 bölünsün 2. 25 o da 3, 28 oldu. Sonra gəlirəm təzədən buna. Yazmışam ki, A üstəgəl H üstəgəl M bərabərdir 42-yə. Bunu mən A üstəgəl M üstəgəl H kimi yazsam, A ilə M-in cəmini tapdım bayaq. 28 üstəgəl H bərabərdir 42. Buradan H da bərabərdir 42 çıxılsın. 28 o da bərabərdir 14. H-ı da BD götürdüyümə görə BD də bərabərdir H, o da bərabərdir 14. Elə bizdən də BD-nin uzunluğunu soruşur, medianın. Yenə deyirəm ki, bu mediandır. Bərabər yanlı olduğuna görə həm tən bölən, həm də hündürlükdən ibarətdir. Bu da oldu tapşırıq 3-ün həlli. Növbət tapşırığa keçək. Növbət tapşırıqda yine oturacağı AC olan bərabər yanlı üçbucaq verir bizə. Həmin üçbucaqda məsələ 4-ə baxırıq. Bərabər yanlı üçbucağının BD medianının uzunluğu 15 cm-dir. Deməli yazıram buradan. BD bərabərdir H-a, o da bərabərdir 15-ə. Sonra ABC üçbucağının perimetri 55-dirsə, ABD üçbucağının perimetrini tapın. Deməli, ABC üçbucağının perimetrini verir bizə. Yəni, üçbucaq ABC'də P bərabərdir 2 dənə A və 2 dənə M-ə. Bu ABC'nin perimetrini verir bizə 55. Buradan 2-ni yenə bayaqki kimi çıxarsam A üstəgəl M bərabərdir 55 qalır ki, buradan A üstəgəl M də 55-in yarısına bərabərdir. Yəni 55 bölünsün 2. 5-də 2, 2 dəfə, 15-də 2, 7 dəfə, 10-da da 2, 5 dəfə, 27,5 oldu A üstəgəl M-in cəmi. Bizə ABD-nin perimetrini soruşur. İndi yazıram ki, P üçbucaq ABD bərabərdir A üstəgəl H üstəgəl M-ə. A ilə M-in cəmini verir bizə 27,5, H-ı da verib əvvəldən 15. Bu da ikisi bir yerdə eləyir 30, 12, 42 tam 10'da 5. Bu oldu məsələ 4. İndi baxaq məsələ 5-ə. Nömrə 5. Deməli, yenə oturacağı AC olan ABC bərabər yanlı üçbucağının perimetrini verir 64. ACD bərabər tərəfli üçbucağının perimetrini də verir bizə 54. ABC üçbucağının tərəflərini tapın.
Yəqin ki, bu yuxarıdakı şəklə aiddir. Çünki orada D də var. Burada amma D yoxdur. Bir dənə də çəkim təzədən şəkli. Nömrə 5-in. Deməli, bizə bərabər yanlı bir dənə üçbucaq verir. A, B, C. Oturacağı AC-dir. Bərabər yanlıdır. Bərabər yanlıdırsa bunu A, bunu da A götürürəm. ACD. Deməli, bu dənə də burada D nöqtəsi götürürəm. Bu da olsun D. ACD bərabər tərəfli deyil. Bərabər tərəfli deyilsə, bu B-dirsə, məsəl üçün, burası da B-dir, burası da B-dir. Bərabər tərəfli. Üçbucağının perimetri verilir. ABC. Aha, tapaq. Deməli, yazırıq ki, üçbucaq A, D, C də deməli, P bərabərdir 3 dənə B-yə bərabər tərəfli olduğuna görə. Və ACD-nin də perimetrini verdi bizə 54. Əgər 54-dürsə, onda B bərabərdir 54 bölünsün 3. 5-də 3, bir dəfə 24-də 3, 8 dəfə. Deməli, bunu tapdım. 18. İndi baxıram üçbucaq A, B, C-nin perimetrinə. Bu da 2A üstəgəl B-dir. 2A üstəgəl B-ni də bizə verdi. Məsələ 5-də 54. Yox, üçbucağınki 64. Bütün üçbucağın perimetri də 64-dür. B-ni də 18 verdi. 2A üstəgəl 18 bərabərdir 64-də. Hamısını 2-yə bölsəm A üstəgəl 9 bərabərdir 32-yə. A da bərabərdir 23-ə. İndi axırda da bizdən soruşur. ABC üçbucağının tərəflərini tapın. Deməli, AB bərabərdir BC-yə, o da bərabərdir A-ya. A-nı da neçə tapdım? 23. AC tərəfi də bərabərdir B-yə. B-ni də tapdım 18. Bu da oldu ABC üçbucağının tərəfləri. Deməli, bu oldu məsələ 5. Bu da 5. Növbəti məsələyə baxaq. Bunların içini də silin. Məsələ buna aiddir. Buradakı şəklə aiddir. İndi baxırıq nömrə 6-ya. AB və CD parçaları O nöqtəsində kəsişərək yarıya bölünür. Bu şəklə buna dəxli yoxdur. Sonraki məsələyə aiddir. Deməli, bir dənə çəkirəm AB parçası. Bir dənə də bunun ortasından keçən CD parçası. Bu olsun CD. Deyir ki, AB və CD parçaları O nöqtəsində kəsişir. Və kəsmə nöqtəsində yarıya bölünür. Yəni, bura A-dırsa, burada A-dır. Yarıya bölündü. Bu B-dirsə, bu da B-dir. Yarıya bölündü. Sonra M və N nöqtələri uyğun olaraq AC və BD parçaların orta nöqtələridir. İndi bir dənə mən burada AC parçasını çəkirəm. Bir dənə də BD parçasını çəkirəm. Deməli, burada da qeyd eləyirəm. Deyir ki, AC-nin orta nöqtəsi M-dir. Yəni, bura bərabərdir. Bunun da orta nöqtəsi N-dir. Bu da buna bərabərdir. Bu verilənlər, hər iki verilənləri burada qeyd elədim. Parçaları orta nöqtələri olduqda O nöqtəsinin də M parçasının orta nöqtəsini isbat edin. Deməli, buradan da bir dənə M parçasını çəkirəm. Deməli, isbat eləməliyəm ki, MO bərabərdir NO-ya. Deməli, bunu isbat eləmək lazımdır.
İndi baxıram üçbucaqlara. Deməli, adlarını yazıram burada. Üçbucaq A, C, O. Bir də üçbucaq A, C, O-nu götürürəmsə, burada da B, D, O-nu götürürəm. B, D, O-ya. Bu üçbucaqlarda deməli bizə verir ki, AO bu birində BO-ya bərabərdir. Sonra bunda CO bu bir üçbucaqda DO-ya bərabərdir. Bu üçbucağın O bucağı bu birinin O bucağına bərabərdir. Niyə? Burada yazıram qarşılıqlı olduğuna görə. Qarşılıqlı olduğuna görə. Deməli, bu üçbucaqlar iki tərəf və arasında qalan bucağa görə bir-birinə konkurentdir. Deməli, onu da yazıram ki, üçbucaq A, C, O konkurentdir. Üçbucaq B, D, O-ya. Deməli, hansı əlamətə görə? T, B, T. Yəni, tərəf bucaq tərəf əlamətinə görə bunlar bir-birinə konkurentdir. İndi burada deyir ki, M nöqtəsi AC-nin orta nöqtəsidir. Deməli, birinci üçbucağın MO mediandır. MO median. İkinci üçbucaqda NO mediandır. Həm də bərabər təpələrdən çəkilmiş medianlardır. Onda bu MO da NO-ya nədir? Bərabərdir. Əgər bunlar da bərabərdirsə, deməli O nöqtəsi M-nin orta nöqtəsidir. Deməli, O nöqtəsinin M-in parçasının orta nöqtəsi olduğunu isbat etmiş olduq. Bu da oldu tapşırıq 6. İndi mən nə göstərmək istəyirəm? Burada tapşırıq 7 ilə tapşırıq 1-ə baxın. Burada da deyir ki, ADB SDB-yə bərabərdir. Burada da deyir AD SD'yə konkurentdir. Bunda deyir BOS BAS daha doğrusu SB BSA-ya bərabərdir. Olduğunu isbat edin deyir. Bu 1 nömrəli məsələ ilə 7 nömrəli məsələ tamamilə eynidir. Burada yazıram ki, məsələ 1 eynidir məsələ 7 ilə. Bu belə. İndi 8-ə baxıram. Məsələ 8-də bizə nə verir? Buraya yazaq nömrə 8. Deyir ki, bərabər yanlı üçbucağın oturacağı onun yan tərəfindən 6 sm böyük, yan tərəflərinin cəmindən isə 4 sm kiçikdir. İndi burada məsələni işləməkdən ötürü şəkil qursam, bərabər yanlı üçbucaqdır. Bu yan tərəfləridir. Bu da oturacağıdır. Məsələni bir də oxuyuram. Bərabər yanlı üçbucağın oturacağı onun yan tərəfindən 6 sm böyükdür. Deməli, B A-dan 6 sm böyükdür. İndi məsələnin ikinci hissəsi. Yan tərəflərin cəmindən isə yan tərəflərin cəmi 2A-dır. Aydındır ki. 2A-dan da B-ni çıxanda qalır 4 sm-dir ki, yan tərəflərin cəmindən isə 4 sm kiçikdir. Deməli, bu oldu bizim sistemimiz. İndi sistemi həll eləməkdən ötürü birinci sistemi yazıram. B çıxılsın A bərabərdir 6-ya. Bu birini də yazıram. Mənfi B üstəgəl 2A bərabərdir 4-ə. Tərəf tərəfə toplayanda A bərabərdir 10 alıram. A-sı 10-dursa, birinci tənlikdə yerinə qoyuram. B bərabərdir 10 üstəgəl 6. O da bərabərdir 16-ya. Deməli, bizə də deyir ki, üçbucağın perimetrini tapın. P bərabərdir 2 dənə 10 var, bir dənə də 16 var. 20, bu da 16. Hamısı bir yerdə elədi 36. İndi baxıram məsələ 9-a. Bu oldu 8. İndi yazaq nömrə 9. Dokuz nömrəli məsələdə yenə məsələyə uyğun şəkil çəkmək lazımdır.
9 nömrəli məsələdə deməli bizə deyir ki, bərabər yanlı üçbucağın medianı onun perimetrini 36 və 45 sm hissələrə ayırır. Əgər bu median təpədən çəkilsəydi, yəni yan tərəflər A-dırsa, təpədən bir dənə median çəkirəmsə, bunlar da B olasıdır, çünki bərabər yanlıdır. Onda A üstəgəl B ilə A üstəgəl B bunlar eyni olasıydı. Deməli, burada müxtəlif hissələrə böldüyünə görə, deməli, bu median təpədən yox, oturacaqdakı bucaqdan yan tərəfə çəkilmiş mediandır. Deməli, bu şəkildə belə çəksək, məsələ səhv olur. İndi bizim əsas məsələmizi düzgün işləməkdən ötürü belə bir şəklimizə ehtiyac var. Deməli, buradan bir dənə median çəkirəm. Çəkdiyim median, aydındır ki, tərəfi yarıya bölür. Bu tərəfi də A götürürəm, bu tərəfi də A. Bərabər yanlı üçbucağın yan tərəfi A deyə 2-siyə bölünmüşdürsə, onda bu bir yan tərəfdə ona bərabərdir. Bu da olur 2A. Oturacağı da B götürürəm. Deyir ki, deməli, burada 2 hal ola bilər də. Bir dənə də, deməli, burada yazıram birinci hal. Nəyə görə? İndi deyəsiyim. İkinci hal. Birinci halda deyir ki, bax, medianı üçbucağın perimetrini 36 və 45 sm hissələrə ayırır. Deməli, bütöv perimetri buradan bura qədər olasıdır. 2A-nın A-nın cəmi olasıdır 36. A-nın B-nin cəmi olasıdır amma 45. Bu birinci hal. Və yaxud da ki, 2A-nın A-nın cəmi 45 olasıdır. A-nın B-nin cəmi 36 olar. Yəni, bu iki halın hər ikisi doğrudur. Birinci tənlikdən 2A, 3A bərabərdir 36-ya. A da bərabərdir 12-yə. Üçbucağın tərəfi, üçbucağı adlandıraq. Məsəl üçün A, B, C. Yazıram ki, AB bərabərdir BC-yə. O da bərabərdir 2A-ya. 2A da olur 12 vurulsun 2 bərabərdir 24. Deməli, üçbucağın yan tərəfləri oldu 24. Yan tərəfdən oturacağın cəmi A üstəgəl B 45 olduğuna görə və A-nı da 24 tapmışam. Onda buradan B də bərabərdir 45 çıxılsın 24 bərabərdir 20. Bir dəqiqə, A-nı 12 tapmışam, 24 yox. 45 çıxılsın 12 bərabərdir 33-ə. 2A-nı yox, A-nı çıxmalıyam. Çünki burada B-ni tapıramsa, A-nın yerinə A-nın qiymətini yazmalıyam, 12. İkinci halda, deməli, yenə buradan birinci tənlikdən 3A bərabərdir 45. A da bərabərdir 45 bölünsün 3. O da bərabərdir 15 tapıram. A 15-dirsə, deməli, yan tərəflər 2A-dır. AB, BC-yə bərabərdir. 2-yi də 15-ə vuranda eləyər 30. A üstəgəl B bərabərdir 36-dır. A-nı da 15 tapmışam. 15 üstəgəl B bərabərdir 36-ya. B də bərabərdir 36 çıxılsın 15, o da bərabərdir 21-ə. Deməli, üçbucağın AC tərəfi də bərabərdir 21-ə. Burada da AC tərəfi bərabər idi 33-ə. Üçbucağın tərəflərini tap deyirdi. 24, 24, 33 ola bilər və yaxud da ki 30, 30 və 21 ola bilər. Bu da oldu üçbucağın tərəfləri. 9 nömrəli məsələ. İndi baxırıq 10 nömrəli məsələyə. 10 nömrəli məsələdə yenə də bərabər yanlı üçbucaq verir bizə. Həmən üçbucağın yan tərəfi oturacağından deyib 1,5 dəfə böyükdür. Deməli, nömrə 10 bərabər yanlı üçbucaq verir. Oturacağını A götürürəm, bilmirəm nə qədərdir. Deyir ki, yan tərəf oturacağından 1,2 dəfə böyükdür. Deməli, 1,2A-da olur yan tərəf. Yan tərəflər bərabər olduğuna görə bu bir tərəfdə 1,2A olur. Və perimetrini verir 51. 1,2A üstəgəl 1,2A üstəgəl A. Bu oldu üçbucağın perimetri. P bərabərdir 3,4 A-ya. Həmən 3,4 A-nı da 51 verir.
3 tam onda 4A da bərabərdir 51'e. Buradan A da bərabərdir 51 bölünsün 3 tam onda 4. İkisini de 10'a vursam 510 bölünsün 34 ve 17 ixtisar gedir. 17 ixtisar gedəndə qalır 30 bölü 2. 30'u 2'ye böləndə eləyir 15. Tərəflərini tapın deyir. Deməli, oturacağı oldu. A bərabərdir 15. 1 tam onda 2A da bərabərdir. 1 tam onda 2 vurulsun 1 tam onda 5. Bərabərdir. Burada da 12'ni bir dənə 15'e vuraq. 180 eləyir deyirsən. 10, 1 yadda 5, 1 də yadda 6. Bu 2, bu da 1. 180. Deməli 180 yazıb 2 dənə də vergül ayırmalıyam. 2 dənə bu 15 tamına 15 deyilir. Bir dənə vergül ayırıram. Olası 18. Deməli üçbucağın tərəfləri, yan tərəfləri oldu 18, 18. Oturacağı isə 15'e bərabərdir. Qaldı bir dənə məsələ 11. Oturacağı AC olan bərabər yandı. Nömrə 11. Oturacağı AC olan oturacağı adlandıraq. AC olan onda təpədəki bucaq olur B bucağı. BD medianı çəkilmişdir. Mediandırsa həm tən bölən, həm də hündürlükdür. Çünki bərabər yanlış bucaq deyir. ABD yine bunların yan tərəflərini adlandıraq. A ilə A. Bu mediandırsa bunu da M adlandıraq. Buraların uzunluqlarını B ilə götürüm və verilənləri yazım. Deyir ki, ABD'nin perimetri, bax ABD'nin perimetri A üstəgəl B üstəgəl M bərabərdir 42'ye. ABS'nin perimetri isə 56'dır. ABS'nin perimetri də 2 dənə A üstəgəl 2 dənə B'dir. Bu da 56'dır. Deməli bu 2 dənə tənlikdir. İkinci tənliyin hər tərəfini 2'ye bölsəm alaram A üstəgəl B bərabərdir 28. Birinci tənlikdə A üstəgəl B'nin yerinə 28'i yazaram. M bərabərdir 42. Buradan da 28 üstəgəl M bərabərdir 42'ye. M də bərabərdir 42 çıxılsın 28'e. 42'dən də 28 çıxanda qalır 14. Bizdən də elə BD'ni soruşurdu. Deməli BD bərabərdir M-ə, o da bərabərdir 14'ə. Burada məsələlər, ümumiləşdirici tapşırıqlar yekunlaşır. Sağ olun, növbəti dərsdə görüşərik inşallah.